Salam olsun hidayete tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar. Allahımız Quranda 91-ci surənin 9-cu və 10-cu ayələrini nə deyib, bildiribdir, çatdırım. Allahımız buyurur ki, nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır. Onu günaha batıran isə əlbəttə ziyana uğrayacaqdır. 13-cü surənin 11-ci ayəsində Allahımız buyurur ki, hər hansı bir insan, tayfa, qövüm, hər hansı bir tayfa, insan öz nəfsində olanları dəyişmək istəmədikcə, Allah da onlarda olanları, onların halını dəyişməz. Bir ayə də buyurum, Quran ayəsidir. Siz də indi gözəl-gözəl Allahı zikr eləyək. Allahımız buyurur ki, hər kəs əgər mənasını deyirəm, qiyamət günü Allahın qarşısında durmaqdan çəkinsə, Allahın əzabı şiddətlidir axı. Və nəfsinə istəyini qadağan etsə, həqiqətən onun yurdu cənnətdir. Unutmayın, nəfsimizi ilahlaşdıra bilərik. Olmasın belə amin, olmasın. Allah bizimlə olsun. Sağ olun.